Salam, Zasfayta xoş gəldiniz. Bugün Zeyt Fight Center, yəni ZFC haqqında danışacağıq. Doğrusu mənim diqqətimi çəkməmişdi deyə turnirdə iştirak eləməmişdim. Həm izləyicilərimizdən turnir haqqında danışmağımı istəyənlər oldu, həm də son gecə döyüşlərinin peşəkar olduğunu fikirləşirdim deyə turnirə baxdım. Və baxandan sonra ilk fikrim o oldu ki, yaxşı ki baxmağa getməmişdim. Sırf sizin üçün video çəkim deyə 2 saat 19 dəqiqə vaxt ayırıb baxmışam. Hər nəysə çox uzatmadan keçək videoya. Turnir haqqında deyə biləcəyim ilk şey odur ki, buradan həqiqətən də o mənə respekt, yəni hörmətlər. Ona görə ki, əgər turnirə baxmağa geçsəydim, yeganə təsəllim o olardı ki, o mənim konsert verir. O da olmasa həqiqətən qanım qaralardı. Bir də canlı əfsanə Tofiq Musayev oradaydı. Döyüşlərə yaxından baxırdı. Ölkəmizin əfsanəsi Azərbaycanda idmanın inkişafına addım atan işlərdə öz dəstəyini əsirgəmir. Bunun üçün alqış. Federasiya prezidenti Azad müəllim Əsgərovdan başqa kostyumlulardan heç kimi tanımırdım. Təşkilatçılara demək istəyirəm ki, yolunuz açıq olsun. Gələcək işlərinizdə ümid edirəm çox gözəl nəticələr almaq. Mən fikirləşirəm ki, turnir həvəskar turniri idi. Çünki bildiyim qədər peşəkar turnirdə raundlar 5 dəqiqə ərzində keçirilir. O cür baxsaq, hər şey qaydasında idi. İndi deyəcəm keçək əsas məsələyə, yəni döyüşlərdən danışmağa. Haqqında danışılası döyüş həqiqətən də demək olar ki, yox idi. Heç kim məndən inciməsin, sözümü yanlış anlamasın. Bu tip turnirlərin əsas məqsədi ölkəmizi xarici arenalarda, böyük arenalarda təmsil edəcək uşaqları kəşf eləməkdir. Yoxsa bir-birimizi yalandan niyə qıraq ki? Məhz o məqsədlə yanaşanda uşaqların çoxsu diqqətimi çəkmir hələ ki. Amma yola davam uşaqlar, həvəsdən düşməyin. Gələcəkdə gözəl işlər görərsiniz deyə ümid eləyirəm. Döyüşlərdə ən çox bəyənmədiyim nüans o oldu ki, rəqiblər arasında böyük təcrübə fərqi var idi. Bu da çox zövqsüz bir görüntü yaradır ki, bir izləyici kimi insan izləmək istəmir. Nisbətən diqqətimi çəkən döyüşçü Nihat Quliyev qardaşımız oldu. Qardaşımız özünə, təcrübəsinə uyğun uşaqlarla özünü sınayıb, fikrimcə xarici arenalarda çıxış eləyə bilər. Qardaşın fiziki hazırlığı, loru dildə desək, paya kimidir. Yolun açıq olsun, paya Nihat qardaş. Çətin də olsa, haqqında fikir bildirmək istədiyim bir qarşılaşma tapdım. Riyad Məmmədov və Yusif Əliyev. Yusif Əliyevi əslində UFC 15-dən xatırlayırıq. Onun haqqında yenə eyni sözü deyəcəm. Döyüşü sıxıcı olsa da döyüş ağılını bəyənirəm. Bu adam qalib olmağı doğrudan istəyir və döyüş ərzində sanki şahmat kimi hansı addım atsa rəqibini üstələyər deyə düşünür. O cür hərəkət edir. Çünki əslində rəqibi ona görə daha gənc idi. Fiziki olaraq daha güclü idi. Və mənim görüşümə görə ilk raundu götürmüşdü. Sadəcə başa düşdüm. Xoş sözlərimizdə dedik ki, Yusif ağıllı döyüşür, zəif yer axtarır və s. Bəs bu Riyad qardaş eyni səhvi etməkdən niyə əl çəkmədi? Yusif güləşə girə bilmirdi. Məsafəni də bağlamağa çalışanda Riyad öz tapşırığını yerinə yetirirdi. Aktiv yumruq kombinasiyası ilə Yusifi geri atırdı. Yusif Riyadın əllərinin aşağıda olmasını görüb güləşə girmiş kimi eləyib overhand zərbəsi ilə çənəyə dəqiq zərbə indirdi. İşin maraqlı tərəfi odur ki, bir dəfə, 2 dəfə, bəlkə 10 dəfə vurdu, onu da tutarlı oldu. Hələ bir yerdə zərbənin təsirindən az qala Riyad nokaut olurdu. Ona rəğmən yenə də Riyad sanki kodlanmış robot kimi eyni şeylər elədi. Riyada bütün arena əllərini qaldırmağını deyirdi. Daha az qalmışdı Yusif də desin ki, bəs qardaş, əlvi qaldır, başıva dönüm, çənəvə yazığın gəlsin. Döyüşün içində özünü idarə eləmək böyük bir bacarıqdır. Bilirsiniz, bu uşaqların bəziləri çox əziyyət çəkir. Baxan kim bilinir ki, bütün günlərini zalda keçirirlər. Peşəkar olmaq istəyirlər. Yumruq, təpi atmağı, fiziki hazırlığı o əziyyətlə əldə etmək olar. Amma sizin aranızdan seçilən, böyük arenalarda özünü göstərməyi bacaran, öz döyüş ağlı ilə fərqlənəcək. Onun üçün də fiziki məşqlərlə yanaşır döyüş oyununu qurmaq üçün beyninizi yorun deyə tövsiyə eləyirəm. Bir də gecənin son döyüşü Mauqli Fəxri var, Fəxri Əliyev ilə Sərxan Vəlli arasında oldu. Bu döyüşün bütün proqnozlarda qalibi Fəxri olacaqdı. Ancaq fikrimcə Sərxan da doğrudan çox hazırlıqsız idi. Fəxri tutarlı zərbələr vurdu, amma Sərxan boy avantajından istifadə eləsəydi, raund ortalarından sonra ayaq üstə döyüş Fəxri üçün çətinləşəcəkdi. Sərxan isə onun yerinə güləş təməlli idmançı ilə güləşməyi seçdi. Bu da onun ilk raundda boğucu fəndə məğlubiyyətinə səbəb oldu. Döyüşlər haqda təəssüf ki, bu qədər. Digər uşaqlara sadəcə yola davam demək istəyirəm. Bir də operator çəkilişi həqiqətən çox maraqlı idi. Mən qəfəsin içindəkilərdən çox tribunanı görürdüm. Tribunanı o qədər işin içinə soxmuşdular ki, bir yerdən sonra mən tribunada tanış simaları axtarıb tapırdım. Qəfəsin içində döyüş gedirdi, operator qardaş isə oradan başqa hər yeri çəkir. Yəni mən orada olmaya hər yeri gördüm.
Yəni çəkmədiyi təkcə Razdivalka qalmışdı. Fikrimcə turnirin reklamı, marketinqi, sosial mediada tanıtmağı çox zəif idi. Yəni bu qoyulan döyüşün bütöv videosundan başqa heç bir paylaşım yoxdur. Yəni ən azından mən tapa bilmirəm. Hər nəsə, ümid edirəm gələcəkdə həqiqətən gözəl işlər olar. Hər kəsə uğurlar arzulayıram. Ümid edirəm məndən incimədiniz. Turnir haqqında fikirlərim bu qədər. Hamıya işlərində uğurlar. Siz də öz fikirlərinizi şərh bölməsində yazın. Videonu bəyənib abunə olun ki, hər kəs xəbərdar olsun. Salamat qalın.